Hər birinizə salam. Bu dəfə sizə kitabdan yox, bir hadisədən danışacağam. Elə bir hadisədən ki, əsrlər keçsə də milyonlarla insanın qəlbində yaşayan bir ağrıdır. Bu, təkcə bir döyüş deyildi. Bu, haqqın zülm qarşısında baş əyməməsinin adıydı. Kərbala torpağında 6 aylıq Əliəsgər susuz qaldı. Su istəyəndə isə cavabı ox oldu. Cavan Əli Əkbər atasından döyüşə getmək üçün izin istədi. İmam Hüseyn oğlunu son dəfə qucaqlayıb yola saldı və bir ata üçün ən ağır ayrılığı yaşadı. Sonra növbə İmam Hüseynə çatdı. Susuz, tək, yaralı halda son nəfəsinə qədər haqqı müdafiə etdi və şəhid edildi. Kərbala bununla da bitmədi. Rəvayətlərdə nəql olunur ki, balaca xanım Rüqəyyəyə digər uşaqlar kimi atasını qucaqlaya bilmədi. Atasının kəsilmiş başını gətirdilər. O, atasının kəsilmiş başını qucaqlayıb həsrətini danışdı və bu ayrılığa tab gətirməyərək bağrı çatladı. Xanım Zeynəb isə bütün bu müsibətlərin şahidi oldu. Qardaşının fəryadını ürəyində daşıdı. Əsirlikdə belə başını əymədi və Kərbala həqiqətini bütün dünyaya çatdırdı. Kərbala təkcə keçmiş deyil, Kərbala hər zaman haqqın, səbrin və iman uğrunda mübarizənin adıdır.